Yazıcı var isə təşəkkürümü bildirirəm. Xalq şairi Nəriman Həsənzadənin 95 illiyi ilə əlaqədar başladığı belə bir maraqlı estafetə görə mən Nəriman Həsənzadənin uşaqlıqdan şeirlərini əzbər bilmişəm. Sonra özü ilə şəxsən tanış olmuşam. Nəriman Həsənzadənin bu günlərdə 95 yaşı tamam oldu. Biz ona evdə baş çəkdik. Və Nəriman Həsənzadənin o yaddaşımda olan şeirlərindən özünə də dedim. Yadımdadır ki, mən Qazağa gedəndə Nəriman Həsənzadə Barat Vüsala ünvanla bir gözəl mənim haqqımda şeir də yazmışdı. Mən hesab edirəm ki, Nəriman Həsənzadənin şeirləri uzun illər yaşayacaq. Onun şeirlərinə çoxlu musiqilər, mahnılar bəstələnib. Bunlar da dillər əzbəridir. Nəriman Həsənzadənin yaddaşımda çox şeirləri var, amma məşhur şeirlərindən birindən bir neçə misra demək istəyirəm. Həmin Nərdivan şeirində aşağıdakı misralar var. Bu dünya nərdivandır, qalxanda mehribandır, enəndə nə yamandır. Görüşdük pillələrdə yolun yarısında biz, sən qalxırdın bu dəmdə, mən enirdim xəbərsiz, birimiz gün çıxana, birimiz gün batana. Nəriman müəllimi doğum günü münasibətindən bir daha təbrik edirəm. Cənab Prezident tərəfindən Heydər Əliyev ordeni ilə təltif olunmağı ilə bağlı bir daha ürəkdən səmimi təbriklərimi çatdırıram. Və bu maraqlı estafeti davam etdirmək üçün mən həmkarım Səadət Məmmədovaya üz tuturam.